Qlobal Bakı forumu artıq uzun illərdir ki, qlobal məsələlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından olduqca önəmli platform kimi çıxış edir. Artıq son hazırlıqlar görülüb, qonaqlar öz yerini tutur. Dünyada münaqişələrin alovlandığı hazırki dövrdə təhlükəsizlik, sabitlik və müdafiə ilə bağlı məsələlər hər bir ölkə üçün prioritet təşkil edir. Bu kontekstdə bu ilki forumun gündəliyi də kifayət qədər geniş idi. Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, regionlarda sülhün və sabitliyin möhkəmləndirilməsi kimi mövzular ətrafında müzakirələr aparıldı. Bu forum çox aktual məsələlərə həsr olunub. Əsas mesaj dünyada sülhə necə nail olmaqdır. Çünki bugün biz görürük ki, demək olar, hər yerdə müharibələr var. İnsanların bu mövzuda fikirləri fərqlidir və məhz buna görə forum çox maraqlıdır. Ortaq nəticəyə gəlmək üçün isə müəyyən vaxt lazımdır. Bugün dünya təhlükəsizliklə bağlı yeni mərhələyə qədəm qoyur. Proses isə kifayət qədər çətindir. Forum müxtəlif ölkələrdən olan siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirərək qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirəsi üçün mühüm platforma rolu oynayır. Bugün əsas diqqət yetirdiyimiz məsələ qlobal idarəetmə ilə bağlı idi. Yeni qlobal idarəetmə modelində Çinin rolunu müzakirə etdik. Müzakirələrdə böyük maraq və fəallıq var idi. Bununla yanaşı biz müəyyən məlumatsızlığın olduğunu da gördük. Bu isə müəyyən bir boşluq yaradır. Forumda da məhz bu kimi boşluqları aradan qaldırmaqdan danışdıq. Mənim üçün çox maraqlı təcrübə oldu. Görüləcək işlər çoxdur. Bu forum insanları bir araya gətirərək gələcək haqqında düşünmək üçün möhtəşəm bir platformadır. Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir. Bu fikirləri Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Striprice xüsusi sessiyada çıxışında səsləndirdi. Bu sahədə əməkdaşlığın davam etdirilməli olduğunu vurğulayan diplomat, regionda ölkələrin Avropa üçün təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Şəhərlərdə inklüziv və çatan mənzil siyasətinin formalaşdırılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulandı. Panel sessiyalardan biri də məhz bu kontekstdə may ayında baş tutacaq WUP 13-ə həsr edildi. Evlə təminat əsas mövzusudur Dünya Şəhərsalma Forumunun və bu məsələnin həlli üçün sözsüz ki, maliyyə məsələləri önəmli tərkib hissələrdən, tərkib məsələlərdən biridir. Ona görə mənzilin təkcə layihələndirilməsi və inşası deyil, halbuki bu da çox önəmli, bəlkə də təməl məsələlərdir. Amma eyni zamanda onun əl çatanlığı vacib amildir. Çünki mənzillər var bir çox ölkədə və yaxud kifayət qədər inşa olunmaqdadır, amma əhalinin müəyyən kateqoriyaları o mənzili əldə edə bilmir. Qlobal Bakı forumunda müzakirə olunan əsas mövzulardan biri də süni intellekt texnologiyalarının gələcəyidir. Ekspertlər bildirirlər ki, süni intellekt yeni iqtisadi imkanlar yaratsa da, onun etik istifadəsi və təhlükəsiz idarə olunması üçün beynəlxalq səviyyədə ortaq yanaşma formalaşdırılmalıdır. Yalnız hüquqi tənzimləmələr kifayət deyil. Süni intellekt sahəsində etik normalar, mərhəmət və empatiya prinsipləri əsas götürülməlidir. Problemin həlli fərdi yanaşmada deyil, mərhəmətə əsaslanan ümumi fəaliyyətdədir. Süni intellektin idarə olunması mümkündür. Bunun üçün hökumətlər çevik və etibarlı tənzimləmə mexanizmləri qurmalıdır. Hər səslənən yeni fikir bir hədəfdir və uğura aparan yolda atılan addımdır. Bu forumda təqdim olunan hər bir təklif həm ölkələr arası əməkdaşlığı gücləndirir, həm də qlobal çağırışlara qarşı birgə həll yollarının tapılmasına töhfə verir. Rəhlə Rafiq qızı, Rauf Məmmədov, Vahab İmanzadə, Fariz Şıxalizadə, ASTV xəbər.